Hər vaxtınız xeyirli olsun, dəyərli müştərilərimiz. Hamınızı salamlayıram. Deməli, Maçdağı Zarbaş şossesində Araz Marketin yaxınlığında, Bərdət Dünyasının yaxınlığında əsas yoldan 400 metr məsafədə 3 otaqlı şəxsi tikili hazır qiyaş evimiz satışa çıxıb. Zəhmət olmasa Tural qardaşım, sən də izləyicilərimizi salamla və təqdim elə evimizi. Mən də salamlayıram müştərilərimizi və Sübhan bəy qeyd elədiyi kimi Araz Marketin arxasında əsas yoldan 400 metr məsafədə təxminən hardasa 1.8 sotun üzərisində 7 daş kürsülü 3 otaqlı evimiz satışa çıxıb. Zəmin olmasa həyətyanı sahəsini göstər. Demək olar həyətə maşın rahatlıqla daxil olur və evin yan tərəfində, evi aşağısında da padvala girişində 2 dənə qapısı var. Zəmin olmasa qeyd elədiyimiz yerləri göstərin və evin yan tərəfində də hardasa metr yarım 2 metrlik də məsafə var. Bir də oranı da zəmin olmasa göstərin. Və kombi sistemi də qurulaşdırılıb, hazırdır. Orada göstərə bilərsiniz müştərilərimizə. Kombi padvalda qurulaşdırılıb, radiatorları da qurulaşdırılıb. Bağlıdır ora, indi ev sahibi bağlı buranı, baxa bilmirik. Və keçirik evimizi təqdim eləməyə. 7 daş kürsülü və şəxsi tikilmiş evdir. Girişdə geniş bir koridoru var və sport lamuşkalarla yığılıb. Zalında lüstrü var. Kombi sistemləri var və sanı üzərində də ki, bütün əşyalar qoyulub. Moydadırdır, duşasıdır, bir də paltar asmaq üçün istilik sistemidir. Hamısı quraşdırılıb. Zəhmət olmasa mətbəxi göstər. Mətbəx də demək olar çox genişdir. Otaqlar həddən artıq müştərilərimizə ən əsas xanımları olan görsün ki, geniş mətbəx istəyir. Yəni mətbəx çox genişdir. Demək olar 4 yarımın 5 metri olar. Bəlkə də 5-in 5-i olar. Şəbəkə pəncərələrindən yığılıb. Və yataq otaqlarını zəhmət olmasa Sübhan bəy göstərin. Zalı göstərək, zalı. Birinci zalı. Geniş zalımız var burada. Zal çox genişdir və dediyim kimi lüstrü də asılıb, sport lampoçkalarını və radiatorlar da hazırdır. Arxa tərəfində də radiator və zəhmət olmasa qapının arxasında onu da göstərin. Və Sübhan bəy, yataq otağı. Keçək yataq otağına. Burada birinci yataq otağımız. Yataq otağında da həmçinin radiator qurulaşdırılıb. Yataq otağı da genişdir. Bu isə ikinci yataq otağımız. Yataq otaqları ikisi də eyni ölçüdədir. İkisi də böyükdür və pəncərəsi də öz həyətinə açılır. Yenə də qeyd elədim ki, demək olar divarla metr yarım məsafəsi var. Evimizin sənədi icra çıxarıcıdır, icra sərəncamdır. Qiymət 78.000 manat. Real alıcıya ev sahibi tərəfindən endirim olunacaq. Endirim də var. Endirim olunacaq inşallah. Əlaqə nömrələri səhifədə qeyd olunub. 070 222 35 61. Sübhan bəyin nömrəsi 050 320 29 09. Səhifəni takip etməyi, videonu bəyənməyi, paylaşmağı, yorum yazmağı unutmayın. Allah satana da xeyir versin Allah'ın. Amin. Sağ olun, salamat olun.